Köhnə binalar sökülür, yerində yeni binalar tikilir, amma kompensasiya mübahisələri bitmir ki, bitmir. Şirkət təklif edir, vətəndaş razı olmur, vətəndaş tələb edir, şirkət isə vermir, deyir ki, çoxdur. Beləcə bu mübahisələr bəzən gedib məhkəmələrə çıxır. Hal-hazırda paytaxt Bakı şəhərində iki formada söküntü işləri aparılır. Bir, torpaqların dövlət ehtiyacı üçün alınması, digəri isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikili binalarla əvəzlənməsi. Torpaqların dövlət ehtiyacı üçün alınması zamanı ərazidə mövcud olan daşınmaz əmlaklar bazar dəyərinə uyğun olaraq qiymətləndirilir və vətəndaşlara kompensasiya olaraq pul verilir. Digər tərəfdən isə özəl tikinti şirkətləri tərəfindən sökülən ərazilərdə daha çox mənzil sahiblərinə tikiləcək yeni tikili binalardan mənzillər verilir, bəzi hallarda isə kompensasiya olaraq vətəndaşlara pul ödənilir. Buralar plana düşüb deyirlər, artıq çəbərləyiblər. Hərə bir söz deyir də, biri deyir martda, biri deyir apreldə. Buradakı evlərə görə nə təklif eləyirlər? Məbləğ var yoxsa? Valla hərə bir söz deyir də, nə bilim, mənim də bir otaqdır, 30 kvadratdır. Verir məsələn mənə 46, 50, belə verir. Günü-günə satırlar, elə deyirlər büyün səhər. Elə o şeyə qalsaydı, ucu cəmaət çoxdandan köçmüşdü. Gör ora sökülməlidir, o yerində ev tikilməlidir, biz ora köçməliyik. Məbləğ də hesablayanda ölçüyə görə nə qədər təklif edirlər? Yəni ki, hər kvadrata görə nə qədər? O baxır adama danışmağa. Məlum məsələ ilə bağlı bu günlərdə tanınmış hüquqşünas Əkrəm Həsənovun sosial mediada bir paylaşımı, statusu var idi. Belə bir fransız filmi var, oyuncaq, balaca oğlan deyir ki, mən filan vətəndaşın mənzilini istəyirəm. Atası da gəlir həmin o mənzilə daxil olur, mənzil sahibinə deyir ki, mənzilin məhətti neçədir. O da qayıdır ki, mən bunu satmıram. O deyir, mən səndən soruşmadım ki, sən satırsan ya yox. Neçədir? O da bir dənə ən böyük qiymət deyir və bu da onu alır. Yəni, sənin mənim mənzilimdə gözün var. Pulunu ver, al. Yoxsa mən buranı sökəcəyəm, yerində bina tikəcəyəm. Binada sənə mənzil verəcəyəm. O birisi nədir? Və sən sabahları tikməsən, yəni ki, riskli bu. Ona görə də vətəndaşların çoxunu aldadırlar. Əkrəm müdafiə elədiyi şəxsin 70 kvadrat mənzili var. Biz ona 2 dənə 65 kvadratlıq mənzil təklif eləmişik, razılaşmayıb. Onun tələbi fantastik tələblərdir. Yəni şirkət o tələbləri yerinə yetirmək iqtidarında deyil. Əgər sir deyirsə nə qədər istəyirdi? Fantastik nə qədər? Fantastik əvvəl 1 milyon istəyirdi, 700 bində dayandı. Ona görə məhkəməyə müraciət eləmişik. Məhkəmə də qanunlara istinad edərək, Qarşı məhkəməsinin 2024-cü ildə çıxartdığı bir qərar var. Hüquqdan sui-istifadə etmək olmaz. Bu qərarlara istinad edərək Nizam Rayon Məhkəməsinin bu iş barədə çıxartdığı qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb. Bəli, əksər hallarda bu kimi vəziyyətlərdə hər kəs özünə görə haqlı olduğunu düşünür. Bəs ümumi olaraq çıxış yolu nədir və qiymətləndirmə necə aparılmalıdır? Əgər tikinti şirkətinin ödədiyi məbləğ vətəndaşı qane etməzsə və yaxud vətəndaşın tələb etdiyi məbləğ tikinti şirkətini qane etməzsə, bu zaman məhkəməyə müraciət olunur. Məhkəmə tərəfindən qiymətləndirici şirkətlər cəlb olunaraq həmin əmlakın bazar dəyəri müəyyən olunur. Əmlakın bazar dəyəri müəyyən olduqdan sonra ödənilən kompensasiyanın dəyəri qiymətləndirmə şirkətinin verdiyi rəy əsasında formalaşır.